2005-ci ildə çəkilmiş Grimm qardaşları filmini izlədim. Baş rollarında Matt Damon, Jokeri ölümsüzləşdirən, yaratdığı obrazla özünü daha doğrusu ölümsüzləşdirən Ledger və Monica Bellucci kimi dünyaca məşhur aktyorlar var bu filmdə. İndiyə kimi heç qarşıma çıxmamışdı. Grimm qardaşlarını araşdıranda qarşıma çıxdı. Hansı ki, Grimm qardaşları haqqında düşünürəm ki, hamınız eşitmisiniz. Çünki Avropa mifologiyası deyəndə, Avropa folkloru, nağılları, xurafatı deyəndə ilk ağlımıza gələn, yəni mütləq ki, Grimm qardaşlarını tanıyırsınız. Hansı ki, bu şəxslər baxmayaraq ki, hüquq ikisi də təhsili alır, hüquq oxuyurlar, amma folklora, dilçiliyə, belə deyim, çox maraqları olur və onlar Avropanı, sadəcə Almaniyanı yox, gəzirlər qəsəbə-qəsəbə və oradakı yayılmış nağılları şifahi xalq ədəbiyyatını belə deyim, toplayırlar, yazılı ədəbiyyata keçirdirlər. Və bu nağılların orijinallarına baxanda çox daha qorxunc hekayələr görürük. Bildiyimiz, bizim belə tanıdığımız Qırmızı Papağın nağılı və yaxud da Yatmış Gözəl, bunların hamısını Disney cizgi filmlər, animasiyalar çəkməzdən öncə uşaqlar üçün uyğunlaşdıran şəxslər Grimm qardaşları. Çünki bu nağılların öz orijinal versiyalarında çox qorxulu, şiddət içərisində çoxlu şiddət motivləri olan əslində nağıllardır. Hansı ki, bu nağıllarda şifahi xalq ədəbiyyatı bilirik ki, xalq arasında yayılmış miflərdən, xurafatlardan, toplumun o dönəmki qorxularından olur və biz bu nağılları oxuyanda əsasən at mətnlərini oxuyanda o toplumdakı, o dövrdəki problemləri görə bilirik. Məsələn, 15-17-ci əsrlərdə biz bilirik ki, uşaq oğurluğu yaygındır, cadugarların uşaqları yedikləri deyilirdi. Hansı ki, acılıqdan Avropada o dönəmdə o qədər acılıq, qıtlıq olub ki, o dönəmlər araşdıranda görürük ki, uşaqların belə yeyirmişlər və yaxud da ki, uşaqları satırmışlar, sadəcə bir tikə çörəyə belə olsa. Və yəni bu dönəmlər, bu nağıllar vasitəsilə at mətnləri oxuyanda öyrənə bilirik bu Avropanın qaranlıq dönəmlərini. Yəni dediyim kimi, Grimm qardaşlar özləri baxmayaraq ki, hüquq oxuyublar. Sadəcə Almaniyada yox, bütün Avropada gəzirlər. Bu nağılları toplayırlar, yazılı ədəbiyyata çevirirlər. Bu videonu birində kamera düşdü. Yarımçıq kəsdim, ikincini danışıram, bilmirəm hansı sözü demişdim, hansını deməmişdim, ona görə qarışdı. Ona görə videonu tək səfərdə danışıram, ikinci dəfə çəkə bilmirəm qəribə şəkildə. Nəysə, təkrar olursa, yəni burada açıqlama verim ki, səbəbi budur. Və Grimm qardaşları haqqında film var imiş. Bu arada bu nağılların orijinal versiyalarını internetdə araşdırıb baxa da bilərik. Məsələn, Qırmızı Papağın hekayəsi çox daha dəhşətlidir. Hansı ki, Grimm qardaşları o istəyən kəsir, canavarın qarnını kəsirlər, Qırmızı Papağı çıxardırlar içindən. Yəni, bunlar uşaqlara uyğun, belə deyim, nağıllar deyirlər. Məsələn, o simvolları oxumaq var. Qırmızı papağanın rənginin qırmızı olması qız uşaqlarının menstruasiya dönəminə belə deyim, simvol edir, menstruasiya qanunu simvol edir və qız uşaqları o yaşda tək başına küçələrə çıxmasınlar, yoxsa hansısa canavar gələr, onları yeyər və s. Yəni, bu qorxulardan bəslənibdir əsasən bu nağıllar. Demək, bu filmdə, 2005 filmində Grimm qardaşları əslində bizə fırıldaqçı olaraq göstərilir. Hansı ki, onlar cadugar ovları biz bilirik ki, var idi. Bu mövzunu danışmışdıq orta əsrlərdə evlənmək istəməyən qadınları və yaxud da ki, şamanları tibblə, təbabətlə, alternativ təbabətlə belə deyim, məşğul olan qadınlara, hansı ki, kimsə xəstələndə gedib onlara şəfa verməyə çalışırlar, sağaltmaya çalışırlar. Amma o dönəmdə insanlar bunu cadugarlı, sehir olaraq algılayırdılar. Və yaxud da ki, kişisi olmayan, əri olmayan qadınlar təhlükəli hesab edilirdi. Patriarxizmə, yəni o kişiləri itaət altında olmayan bütün qadınları yandırırdılar. Biraz indiki necə ki, modern dönəmdə də bu dəyişməyib, güclü dediyimiz qadınları biraz sözünü deyə bilən və yaxud da ki, maddi gücü olan qadınlar, yəni yenə aşağı-yuxarı eyni cür dəyərləndirilir. Cadugar tipli bir şey kimi təsvir edilir. Məsələn, feministlərin təsvirində də həmişə çirkin, həyatında travmaları olmuş, nə bilim, çox pis sifətlərlə, Kreisler sonatasında belə feminist qadının təsviri var idi. Məsələn ki, kişi kimi geyinmiş, əlində siqar olan çirkin bir qadın.
Ya o dönəmlərdə daha şiddətli idi. Sadəcə olaraq biraz şəkil dəyişdiribdi bu deyim yanaşmalar qadınlara qarşı və o dönəmlərdən bəhs edir. Hansı ki, Qrim qardaşları gedirlər cadugar ovuna. Yəni bunlar iddia edirlər ki, bir növ fırıldaqçı olaraq təsvir ediliblər filmdə. Gedirik, cadugarları ovluyuruq və daha sonra Fransız ordusu onları tutur və öldürmək istəyəndə axırda onlar belə qərara gəlirlər ki, həqiqətən lənətlənmiş bir kənd var və bu iki qardaşı göndərirlər ki, gedin orada araşdırma aparın. Yəni sözün əsl mənasında lənətlənmiş yerdir və bu qardaşlar gedirlər həmən kəndə. Bu film boyunca yanaşı olaraq biz Qrim qardaşlarının nağıllarını, məsələn, Qırmızı Papağı görürük. Həs və Gret, o nağılı da heç bilmirəm. Onları görürük, hansı ki, onu da haqqında eşitmişdim ki, cadugar onları yemək üçün aparır. İnsanların aclıq qorxuları, yəni aclıqdan o insanlar dediyim kimi uşaqları yeyirmişlər. Yəni o dönəmlərin təsviridir. Çünki o bacı qardaşları cadugar aparır, ocaqda bişirib yemək istəyir, sonra qurtulurlar. Yəni o da elə bir tür nağıldır. Bu filmin içərisində bu nağıllar təsvirlər olur. Əlbəttə ki, dəyişdirilmiş şəkildə. Məsələn, Qırmızı Papaq artıq belə qorxan, canavardan qaçan bir obraz deyil. Canavarla mübarizə aparır. O da daha pasiv bir obraz olmur. Yəni dəyişdirilmiş şəkildə olur və Qrim qardaşlar bu hekayələri araşdıranda görürük ki, yenə də deyirəm, bu nağılların kökləri, xurafatın kökləri təbiətdən qorxmağa. Məsələn, qurd adam burada çox diqqətimi çəkdi. Qurd adam var idi burada da. Təbiətdən qorxu, işığın olmaması, qorxu faktorları, yəni gotik ədəbiyyatda oxuyanda, vampir ədəbiyyatda oxuyanda bu şeylər danışmışdıq, hardan yaranırdı. Və daha sonra Monica Bellucci'nin canlandırdığı Şərq Kraliçanı görürük. Şərq Kraliçada cadu altına, belə deyim, sehirlə qurd adam özünə kölə eləyibdi. Qurd adam burada vəhşi bir obraz kimi təsvir edilmir. Çünki qurd adam nədir? Qurd adam videosunda danışdığımız kimi insanların vəhşi heyvanlardan qorxduğunun belə deyim, miflərə yansımasıdır. Vəhşi heyvanlardan qorxurdular, onlara hücum edəcəklər barədə. Və qurd adam güya ki, ay işığında dönüşür, insan olur. Qurd adam bunun bilirik ki, ruhi xəstələrə də bu deyilirdi və yaxud da ki, ordularda, vikinglərdə, məsələn, germanlar heyvan dərilərindən geyimlər geyindilər, ondan da əlaqəsi olduğu deyilir. Yəni, müxtəlif səbəbləri var, anlam verə bilmədiyi, elmi yetərsiz olduğu səbəbini dərk eləmədikləri şeylər qorxu yaradırdı. İnsan bilmədiyi şeydən qorxurdu. Və bu filmdə isə qurd adam tamam başqa cür təsvir edilib. Çünki o özü də bir qurbandır. Çünki o bilərək, istəyərək qurd adama dönüşmür və yaxud da ki, insanlara zərər vermir. O sadəcə itaət altındadır, sehir altındadır. Şər qüvvə olan şahzadə onu köləsi eləyib, o gedir 12 dənə səhv eləmirəmsə uşaq oğurlayıb gətirməlidir daha doğrusu ki, o uşaqları gətirir şahzadəyə qurban verir, qız uşaqlarını bu arada. Qız uşaqlarını qurban verir və şahzadə Şərq kraliça onu yeyəndən sonra, o uşaqları yeyəndən sonra dirilir. Hansı ki 5 əsrdir, 500 ildir o qəsrdə qalırdı. Filmin ən sevdiyim, yəni vizual estetika çox möhtəşəm idi bu filmdə. Özəlliklə Monica Bellucci səhnələri çox gözəl idi. Sadəcə vizual estetika üçün belə bu filmi izləməyə dəyər də, yəni. Və uşaqları gətirəndə 13-cü uşaq artıq gəlməlidir. Və kraliçanın yavaş-yavaş canlandığını görürük. Burada bir də ayna metaforu var idi. Bilirik ki, miflərdə ayna metaforu da, yəni bir çox simvolu var. Tək bir simvolu yoxdur. Konseptdən asılıdır, belə deyim. Məsəl üçün, ayna həm həqiqəti simvol edir. Çünki sən orada əksini görürsən, həqiqəti görürsən, görmək mənasında və yaxud da ki, real dünya və ruhlar dünyasındakı keçidin də simvolu olur. Məsələn, Alice nağılında var idi, güzgü vasitəsilə digər dünyaya keçirdi. Gotik ədəbiyyatda da bu var. Bir dünyadan o birisi dünyaya keçid edirsən, qapılar da, məsələn, Hayao Miyazaki'də bu var idi, ruhlar dünyasına keçid qapı simvolları ilə işlənirdi. Daha sonra ruhun ölümsüzlüyü, məsələn, vampir filmlərində vampiri görmürük aynada, çünki vampirlərin ruhu olmur.
ruhun əks edildiyi düşünür və yaxud da ki, məsələn bu filmdə olduğu kimi bir güc özünün ölümsüzlüyünü bir obyektə bağlayır. Tutalım, kraliçanın, şərq kraliçanın canı o aynada olur, o güzgüdə olur. Yəni onu məhv eləmək üçün aynanı məhv eləməlisən. Onun canı da dediyim kimi onun ruhunu əks elətdirir. Və bu filmdə kraliça güclənəndən sonra görürük ki, artıq aynanı qıraraq Qrim qardaşlar onun canını alırlar. Sonra bilmirəm, yəni hər nə qədər, çünki bu filmin heç bir yerdə analizini görmədim, amma Angelika var idi, hansı ki Qrim qardaşları hər ikisi o qadına aşiq olurlar, o ailəsini itirmiş olur və mübarizə aparır uşaqların, xurafatla belə deyim, uşaqların öldürülməsinə mübarizə aparır. Bu obraz, qadın obrazı olaraq çox xoşuma gəldi sözün düzü. Çünki tək Qrim qardaşları yox, o məsəl üçün Qrim qardaşlara deyirdi ki, mən özüm ayrıca savaşmaq istəyirəm, yəni onlarla birlikdə işləmirdi. Amma mübarizə aparırdı. Geri planda qurtulmağı gözləyən bir qadın nağıllarda gördüyümüz kimi elə bir qadın obrazı deyildi, pasif qadın obrazı deyildi, mübarizədə idi. Bir onun tilsimləndiyi səhnə var idi, hansı ki tabuta belə qoyulur. O səhnələrdə çox qəşəng idi. O mənə bilmirəm, yəni nə qədər filmin əlaqəsi var, amma mənə Ofelia rəsmi var, onu xatırlatdı, Shakespeare'in yazdığı. Və Ofelia'da bildiyimiz kimi real dünya ilə, fantastika ilə macəra axtaran bir obraz olur. Bilmirəm, yəni hər nə qədər göndərmə var ya yox. Çünki Angelika da belə bir obraz idi. O da mübarizə axtarırdı, atılırdı, nə isə tapmağa çalışırdı və mübarizə simvolu belə deyim. Düzü bu filmdə mənə belə gülməli deyim və yaxud da ki maraqlı qaranlıq qalan məsələ filmin sonunda məsəl üçün onun Ofelia'nı öpür Qrim qardaşlarından birisi ki oyansın. Hansı ki onu xəbərdarlıq edir ki, bu da bildiyimiz tipik nağıllarda qurtarıcı obrazı və qurban obrazı, hansı ki qadın qurbandır və o qurtarılmağı gözləyir. Yatmış gözələ bir növ göndərmədir. Ofelia hansı ki yatırdı və onu sadəcə gerçək bir öpüş həyata qaytıra bilər. Əgər bu öpüş gerçək deyilsə, əksinə onu öldürə bilərdi. Və Qrim qardaşlardan biri gəlir, onu öpür və Angelika oyanır. Bura qədər hər şey okeydir. Amma daha sonra görürük ki, Qrim qardaşlarının digəri də yatılı şəkildədir və o deyir ki, Angelika məsələn digər qardaşına deyir ki, mənə ancaq o öpsə oyadar da. Və Angelika gedir onu öpür. Burası da mənə maraqlı gəldi ki, yəni qardaşların ikisi də Angelika'nın. Filmin sonunda da belə bir şey var idi. Birini öpür qardaşlarını, sonra gedir o birisini də öpür. Burası həqiqətən anlamadım bu hissəni, amma Yatmış gözələ də göndərmə var idi bu filmdə. Yəni nəticə olaraq qadın nə qədər kişilər qədər mübarizəyə atılsa da, amma yenə də o artıq yenə də sonda bir kişi gəlir onu qurtarır. Burasını, yəni təbii ki, feminist aspektdən baxanda artıq bezdik, yəni bundan bezdik. Həqiqətən Cinderella sendromunu bu arada araşdıra bilərsiniz. Cinderella sendromunda belə bu nağıllardan, bu miflərdən, multfilmlərin təsirini gənc, daha sonraki biz həyatımızda olgunlaşmış qadınlar olanda hiss eləyirik. Yəni şuur altında belə deyim, yerləşdirilmiş kodlar da hansı ki daima qurtarıcı gözləyirik bir kişidən bizim həyatımızı qurtarmasını gözləyirik, onu və yaxud da ki özümüzün daha güclü görürük. Və bunlar nəyi demək istəyirəm? Bu miflər, bu nağıllar, multfilmlər o qədər də necə deyim, saf deyil. O qədər də məsum deyil. Bunların, yəni dediyim kimi bizim olğun qadınlar olduqdan sonra belə bizim algılarımıza nə qədər müdaxilə elədiyini, daha doğrusu anlamırıq, amma bunların əlbəttə ki şuur altımıza yeritdiyi mesajlar var, kodlar var. Yəni bunu sevmədim filmdəki. Angelika mübarizəyə atıldı, nəticə dəyişmədi. Yenə Qrim qardaşlardan biri gəldi, onu xilas elədi. Yenə bir kişi qadını xilas elədi. Şərq kraliçanı ayrıcalıqda düşünürəm ki, Şərq kraliçanın özü orta əsrlərdə, hansı ki bu barədə danışmışdıq, cadügər ovu deyib, xristianlıqda, yəni Avropada cadügər ovu deyib, o qadınları ovluyurdular, öldürürdülər, məhkəmələrə çıxardıb yandırırdılar. Nəyə görə? Yəni səbəbi təkrarlamaq istəmirəm, subaysansa və yaxud da ki tibb bilgin varsa, yəni biraz cəmiyyətə uymursansa. Burada isə şahzadə gözəl olub, çox gözəl olub, amma qocaldıqdan sonra o bir cadügəra dönüşüb. Yəni sən gözəlsənsə, qadından cəmiyyətin gözlədiyi gözəllik algısını da dəyərləndirə bilir. Yəni o
kraliça gəncliyində cəmiyyət tərəfindən sevilirdi, heyranlıq duyulurdu çünki gözəl idi, amma qocalandan sonra ona cadugar deyirlər. Cadugar obrazına dönüşmüş olur. Çünki cadugarların təsvirlərində baxanda, multfilmlərdə belə baxanda çox vaxt yaşlanmış tək sevgililəri olmayan, yəni tək qadınlar olur və qoca qadınlar. Qoca qadınlar əksərən cadugar olur və heç bir cadugarın da partnyoru olmur, heç bir cadugar da qəşəng olmur. Yəni çox çirkin, burnu uzundur və yaxud da ki saçları ağalıb. Yəni bu tip qadınlar təsvir olunur. Cadugar da artıq o cəmiyyətin gözəllik algısına uymadığı üçün qocalıb və indi artıq o kraliça deyil, o şər kraliçadır. Bu detalda yəni diqqətimi çəkdi. Grimm qardaşlarının yenə deyirəm, sırf Disneydə o filmlərini, multfilmlərini daha doğrusu Grimm qardaşlarının dəyişdirdiyi versiyalarını biz izləyirik. Amma ümumilikdə o Avropada bizə məsum görünən nağılların orijinal versiyaları çox şiddət içərin olan və folklor, yəni o Avropanın folklorunu, Avropanın keçdiyi yolları biz bu nağıllar vasitəsilə, mifologiyalar vasitəsilə öyrənmiş ola bilərik. Bu səbəbdən düşünürəm ki, Avropa haqqında öyrəndə mütləq ki, Grimm qardaşlarını mütləq ki bilməliyik. Onların topladığı nağılları, dəyişdirdiyi nağılları, hansı versiyaların dəyişimlər edibdi, onları bilməliyik. Bu nağılların sadəcə uşaqlar üçün olmadığını, bu nağılların at mətnlərini, simvol elədikləri şeyləri, metaforları mütləq ki bilməliyik. Bu qədər. Yəni filmə baxdım. Sırf əgər bu mövzu sizə maraqlı deyilsə, metafordur, alt mətindir, yəni o maraqlı olmasa belə, sırf vizual olaraq belə çox möhtəşəm idi. Estetik olaraq da insan zövq alır. Düşünürəm ki, yəni izləməyə dəyər. Ümumilikdə mənə alt mətnləri oxumaq, yəni də deyirəm, mifologiyalar, nağıllar çox maraqlı olduğu üçün əlbəttə ki, mənim üçün bir tapıntı idi Grimm qardaşlarının filminin olması. Hər nə qədər gerçəyi əks etdirməsə də, yəni fantastik bir film idi. Amma ümumilikdə belə çox zövq verici bir film idi. Aktyorlar da eləcə saydığım kimi, yəni çox məşhur və rollarını bu filmdə də çox bəyəndim. Maraqlı olanlar Grimm Brothers 2005 yazsaz, Google-lasaz elə orada da çıxır.